Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda müəllimlərin işə qəbul imtahanına hazırlaşan müdavimlər üçün Azərbaycan dilindən sifət mövzusuna aid sualların izahlarını paylaşacağam. İzaha keçmədən öncə, əgər bizim videolarımızdan, kanalımızdan faydalana bilirsinizsə, kanala abunə olub videolarımızı bəyənib paylaşa bilərsiniz. Eyni zamanda dərslərimiz üçün maraqlananlar, dərslərimizə qeydə düşmək istəyən müəllimlər bu tərəfdə görsənən 055 418 8202 telefon nömrəsi ilə bizə müraciət edib dərslərimiz haqqında tam ətraflı məlumat əldə etmək olar. Gəlin, keçək sualların izahına. Başlayaq ilk sualdan. Açıq qırmızı və açıq aydın sözündən fərqli olaraq, açıq qırmızı sözü açıq aydından fərqli olaraq nöqtələrin yerini tamamlaya bilən fikirləri istəyir bizdən. Mürəkkəb sifətdir. Açıq qırmızı da mürəkkəb sifətdir, açıq aydın da mürəkkəb sifətdir. Yəni bunların hər ikisi mürəkkəbdir. Ona görə bu fərqli fikir hesab olunmur. Azaltma dərəcəsindədir. Bəli, açıq qırmızı defislə yazılıb və açıq sözü həm defislə yazılanda, həm də rənglərlə işləndiyi zaman sifətin azaltma dərəcəsini əmələ gətirir. Aydın isə bir rəng deyil, ona görə açıq aydın özü adi dərəcədə olan mürəkkəb sifətdir. Deməli, bu fərqli fikirdir. Açıq qırmızı sözü açıq aydından fərqli olaraq cümlədə təyin kimi işlənə bilir, hər ikisi işlənə bilər. Məsələn, açıq qırmızı kitab və ya açıq aydın fikir. Hər ikisi təyin ola bilər. Yəni, bu fərqli fikir deyil. Tərkibində G səsinin qarşılığı işlənib. Demək, bizə burada göstərilən fikir nədir? Diqqətlə baxın bura. Baxın, açıqda G-dən sonra G samiti gəlib. Deməli, tələffüzü olacaq X kimi. Amma buradakı açıq G-sindən sonra A saiti gəlib. Yəni, tələffüzü olacaq G kimi. Burada da G səsinin qarşılığı işlənib. G-nin qarşılığı X səsidir. Deməli, açıq qırmızıda G səsinin qarşılığı, yəni X işlənib. Doğru fikirdir. Amma açıq aydında G-nin özü işlənib. Onun qarşılığı işlənməyib. Demək ki, dördüncü fikir də bizim doğru fikrimizdir. Fe'li xəbərli cümlədə işlənə bilməz. Hər ikisi fe'li xəbərli cümlədə işlənə bilər. Özündən sonra birbaşa fe'li xəbər gəlməsi başqa şeydir. Amma fe'li xəbərli cümlədə işlənməsi başqa şeydir. Gəlin, örnək verim. Məsələn, açıq qırmızı köynəyini geyinib. Açıq qırmızı olan cümlədə geyinmək fe'li xəbərdir. Yəni, ola bilər. Eyni zamanda açıq aydın sözlərini dedi. Demək fe'li xəbərdir. Yəni, hər ikisi işlənə bilər. Bu yanlış fikirdir. Burada doğru fikirlərimiz oldu. 2 və 4. Düzgün cavabımız B variantı olacaq. Gəlin, davam edək növbəti sualdan. İkinci sualdan davam edirik. Əşyanın əlamət və keyfiyyət bildirən sifət olmasa da, mənsubiyyə şəkilçisi ilə işlənən söz olsun deyir. Yəni, 2 mərhələli şərtimizdə birinci mərhələ deyir ki, cümlədə sifət olmasın. Baxaq A bəndinə. Həkim müharibə yaralılarını ayrı otağa yığdı. Yarmaqdan yara ismindən yaralı sifət əmələ gəlir. Yəni, A bəndində sifət var. Demək ki, A bəndi bizə uyğun deyil. Sözlərin uydurmalarını, baxın, uymaqdan uydurmaq, ondan uydurma sifət əmələ gəlir. Uydurma özü sifətdir, deməli B bəndini götürmək olmaz. Sizin əzbərçilərin qabiliyyətidir, bax bunlar. Siz əvəzlikdir, əzbərçi isimdir, qabiliyyət isimdir. Bax, ədat, bunlar, bu da əvəzlikdir. Yəni, bu cümlədə sifət yoxdur. Hələ ki, C-ni saxlayıram. Bizim körpələrimizi, baxın, körpə sifətdir, cəm şəkilçisi qəbul edib isimləşdi, amma yenə nitq hissəsi olaraq sifətdir. Elin igidləri ilə el də fəxr edər. İgid burada sifətdir, deməli bu cümlədə sifət var. Yəni, biz şərtimizin elə ilk mərhələsinə görə 4 bənddə olan sifətləri çıxırıq. Doğru cavabımız olacaq C variantı. Davam edən növbəti sualımızdan. Üçüncü sual. Üçüncü suala keçmədən öncə qeyd edirəm ki, dərslər haqqında ətraflı məlumat üçün 055 418 8202 telefon nömrəsi ilə bizə yaza bilərsiniz. Davam edək üçüncü sualdan. Deməli, balacanın üzünün rəngi soyuqdan gömgöy olmuşdur cümləsi ilə bağlı uyğunluğu istəyir bizdən. Şərt budur. Nümunədəki ilk sifətlə bağlı yanlış fikir, nümunədəki sonuncu sifətlə bağlı doğru fikir. Birində ilk sifət istəyir. İlk sifət hansıdır burada? Balacanın üzünün rəngi. Elə balaca bizim ilk sifətimizdir. Onunla bağlı biz yanlış axtarırıq. Baxaq, tərkibinə görə təhlilini əminliklə deyə bilmərik. Balaca biri var ki, kök balaca. N-nı burada biz bitişdirici kimi götürüb I-nı təkcə yiyəlik hal düşünə bilərik. Balacanın üzü.
Bir də sənin balacan deyib n-nı burada mənsubiyyət kimi götürə bilərik. Yəni biz bunun təhlilini əminliklə deyə bilmərik. Bir qrammatik də ola bilər, iki qrammatik də ola bilər. Bu doğru fikirdir. Adi dərəcədə deyil. Balaca sözü adi dərəcədədir. Mən bunu əminliklə deyə bilirəm. Yəni burada yanlış fikrimiz oldu. 2. Sonra deyir ki, doğru fikir, amma sonuncu sifətlə bağlı olsun. Balacanın üzünün rəngi soyuqdan gömgöy olmuşdu. Burada gömgöy olmaq mürəkkəb feildir. Yəni mən gömgöyə sifət deyə bilmərəm. Sonuncu sifətim olacaq soyuq sifəti. Rəng bildirir, soyuq sözü rəng bildirmir. Bu yanlış fikirdir. Adi dərəcədədir, bu doğru fikirdir. Məndən doğrunu istədiyinə görə 4-ü götürəcəm. Yəni yanlışın altında çıx qoyduğum 2, doğrunun altında üstəgəl qoyduğum 4 bizim uyğunluğumuzdur. Cavab olacaq 2, 4, C variantı. Davam eləyək növbəti sualımızdan. 4-cü sual. Zalım zülmündə naşıdır naşı. Axı əzabdan da zövq aldınız siz. Zalimlar, cahillər hər addım başı sizi alçaltdıqca ucaldınız siz. Sifətlərlə bağlı fikirlərdən neçəsinin doğru olduğunu müəyyənləşdirin. Baxaq, zalimlar və cahillər sözləri mübtəda vəzifəsindədir. Zalimlar, cahillər hər addım başı sizi alçaltdıqca ucaldınız siz. Zalimlar sizi alçaltdıqca, cahillər alçaltdıqca, dıqca feili bağlamasına aiddir. Yəni siz nə zaman ucaldınız? Zalimlar sizi alçaltdıqca. Bu feili bağlamanın tərkibində zərflikdir. Mübtəda vəzifəsindədir, fikir səhvdir. Bütün sifətlər ismin xüsusiyyətlərini daşıyır. İlk misraya baxın, zalim zülmündə naşıdır naşı. Necədir naşı? Bu isimləşməyib, yanlışdır. İlk misradakı zalim sifəti hal şəkilçisini qəbul etmişdir. Zalim zülmündə. Demək, burada zalimin zülmündə ifadəsidir bu. Qeyri-müəyyən yiyəlik haldadır. Qeyri-müəyyən yiyəlik hal, əgər şəkilçi yazılmayıbsa sözün tərkibində, mən onu, baxın, deyir ki, hal şəkilçisini qəbul etmişdir. Qəbul etdiyini necə deyə bilərəm? Axı tərkibində yazılmayıb. Zalim sözü qeyri-müəyyən yiyəlik haldadır, doğrudur. Amma hal şəkilçisini qəbul etməyib. Bu fikir yanlış fikirdir. Sifətlərdən biri quruluşca mürəkkəbdir. Burada bir dənə mürəkkəb söz var, o da addımbaşı sözüdür. Onu da oxuyaq görək nəyə aiddir. Zalimlar, cahillər hər addımbaşı sizi alçaltdıqca. Hər addımbaşı alçaltmaq feilinə aiddir. Deməli, bu zərfdir, sifət deyil, yanlış fikirdir. Sifətlər yalnız 1 və 3-cü misralarda işlənib. Deməli, zalimin zülmündə naşıdır. Burada naşı sifəti var, düzdür bu? 1-ci misrada var. Axı əzabdan da zövq aldınız siz. 2-də yoxdur. 3-də zalim, cahil sifətləri var. 4-də sizi alçaltdıqca ucaldınız siz. Yoxdur, əvəzlik var, ucalmaq feili var, alçaltmaq feili var, siz əvəzlik var. Burada sifət yoxdur. Deməli, yalnız 1 və 3-də işlənib doğru fikirdir. Demək, 5 dənə şərtdən yalnız biri doğrudur. Düzgün cavabımız burada olacaq. A variantı. Davam eləyək növbəti sualdan. Sifətlə bağlı sonuncu sualımızdır bu. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Gəlin görək burada uyğunluq nədir? Dimdik sifətində morfoloji yolla çoxaltma. Burada fikri verir, burada isə hökm verir. Doğru və ya yanlış olması ilə əlaqəli. Dimdik sifətində morfoloji yolla çoxaltma dərcəsi əmələ gəlib. Deməli, sözün kökü dikdir. Baxın, D, D ahəngi var. M, P, R, S-nin M-i var burada. Deməli, bu doğru fikirdir. Doğru fikir qarşısında nə yazılıb? Yanlış. Yəni, burada uyğunluq pozulub, uyğunluq gözlənilməyib. Açıq aydın fikirləri ilə diqqəti özünə cəlb etdi. Cümləsindəki sifət, yəni açıq aydın sifəti azaltma dərəcəsindədir. Təbii ki, yanlışdır. Yadda saxlayın. Açıq və tünd sözləri defislə yazılmalıdır, əgər dərəcəyə sahibdirsə və mütləq rəng bildirən söz olmalıdır. Aydın burada rəng deyil. Əgər olsaydı açıq sarı, açıq mavi, açıq yaşıl biz onu götürə bilərdik. Bu yanlış fikirdir. Yanlışın qarşısında nə yazılıb? Doğru. Demək, burada uyğunluq pozulub. Güləyən, küsəyən sözləri feildən cölən sifət deyil. Baxın, sözün kökü gülmək, gülməkdən güləyən, ağı nəyən şəkilçisi. Küsmək, küsməkdən küsəyən, ağı nəyən şəkilçisidir. Yəni, feildən sifət düzəlib, küsmək feilindən küsəyən sifəti düzəlib, feildən düzələn sifət deyil fikri yanlış fikirdir. Bura yazıram yanlış. Qarşısında nə yazılıb? Yanlış. Deməli, bu uyğundur. Sifət ismin xüsusiyyətlərini daşıyanda sifətə aid bəzi xüsusiyyətlərini itirir. Əlbəttə ki, itirməlidir. Bu doğru fikirdir. Məsələn, hansı xüsusiyyət itirə bilər? Suallarını. Normalda sifət necə, nəcür, hansı sualına cavab verir? Məsələn, igid necə? Əgər mən desəm ki, igidlər gəldilər, kim? Deməli, necə sualına cavab vermək xüsusiyyətini avtomatik olaraq itirir.
Bu doğru fikirdir. Qarşısında nə yazılıb? Yanlış. Demək uyğunluq pozulub. Tibbi elmi tarixi kimi sifətlər dərəcəyə görə dəyişə bilir. Bu yanlış fikirdir. Dəyişə bilməz. Qarşısına yazılıb doğru. Deməli burada da uyğunluq pozulub. Uyğunluğun pozulmadığı yeganə bənd, yəni ya doğrudursa doğru olmalıdır, yanlışdırsa yanlış olmalıdır. İkisindən biri. Deməli cavabımız olacaq C variantı. Sonuncu sualımızın da izahlarını paylaşdıq dəyərli izləyicilər. Siz də əgər paylaşılan videolardan faydalanırsınızsa mütləq kanala abunə olub videolarımızı bəyənib paylaşa bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.